Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək. Milli Az xəbər verir ki, bu sözləri İqtisadiyyat Az açıqlamasında Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, əhalinin sağlamlığının qorunması haqqında qanuna dəyişikliyi şərh edərkən deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər. Bu zaman iş yeri saxlanılsa da tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə, tarif, maaşının saxlanılması məqsədi ilə qanunun 49. Birinci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub. Şöbə müdiri vurğulayıb ki, beləliklə də bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran, digər peşələrin fövqündə yer alan müqəddəs peşə sahiblərinin, həkimlərimizin və tibb işçilərimizin inzibati amirlik resursları ilə deyil, yalnız davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.